Sabahınız xeyir olsun değerli izleyicilerim. Bu günləri sizlərə musiqiçilərin və müğənnilərin bir günlük iş grafikin detayları ilə bütün variantda çəkib təqdim edəcəm. Necədir vəziyyət? Yolumuz haradır? Hara? Biz boşun verin, ha? Şəmkirə. Səhər saat 11 ta ki akşam evə qaydana qədər hamısını çəkib paylaşacağım inşallah. Getdik. Hə, artıq yolçu yolda gərək. Anar avtomobili idarə edir. Artıq tənbəl Günay yatıb. Səmam o yatmayıb, Nurlan da yatmayıb. Onu da deyim ki, fürsət olduqca rayonlarımızdan keçdikcə hamısını salamlayacağım. Bütün Kürdəmirləri salamlayıram. Öpürəm, bağrıma basıram sizləri. Və artıq mən özüm də yatmışam, yorulmuşam. Çünki hər gün toyda. Ucarlara salamlayıram. Bütün ucarlara eşq olsun. Ucardan sonra Ağdaş rayonu. Ağdaş rayonundan keçirik. Bütün Ağdaşlılara salamlayıram. Bütün Yevlaxlılara salamlayıram. Allah sizləri var eləsin. Və məkanların birində yol üstü istədik həm çay çək, həm də xanımlar bəzənsinlər, makyaj. Və nəhayət gəlib çatdıq Şəmkirin Şitəpə kəndinə. Bugün toyumuz buradadır. Musiqiçilər nuş etsinlər. Günay, Anar, Səma, Kamran qardaşımla nuş etsin. Və məclisimiz möhtəşəm uvertura ilə başlayır peşəkarların ifasında. Sağlık versin, səsinize qüvvət versin, sizin arzularınız olsun elde həmişə. Siz deyəndə ki, yaxşısınız, işlər əla deyəndə bilirik ki, elde toy olur. Siz deyəndə ki, elə bir söz qalqaradır olsa deməli, elde toy olmur. Elde həmişə toy olsun, şadlıq olsun, toy bisat olsun, nişan olsun. Balalarımız, oğlanları, qızları Allah Teala hər ailəyə qismət eləsin və körpələrimizə sünnət toyda olsun, bey toyda olsun. Və artıq toyumuz bitib, biz də yola düşmüşük. Gəlirik evimizə, Bakıya. Ahmet qaqam yorulub, Araz yatıb. Ahmet saatı göstərir 05:08. Ay maşallah. Elçin qaqam da yorulub, Vüsal qaqam təmiz yorulub deyəsən. Bizim zərbi ifaçımız, gözəl qardaşımız, Allah səni var eləsin. Deyirəm 50-50 də biri yorulub. Və mən özümün də artıq yuxum gəlir. Saatı da göstərəcəm sizə, baxın saata. Saat 05:46. Saat 06:26, ucu 06:27'dir. Biz də buradan gedəndə səhər saat 11'dir. Elində səhər gəlmişik. 20 saatlıq iş qrafiki. Allah bütün ruzi dağıca qədər hər bir kəsin ruzisinə bərəkət versin. Allah bütün musiqiçilərimizi var eləsin. Müğənni dostlarımızın canını sağ eləsin. Bir onu deyirəm ki, bütün halalıqla qazanılan hər bir necə deyim, halalıqla görülən işin bəhrəsi çox gözəl olur. Allah əziyyət çəkən heç bir kəsin əziyyəti itirmir. Çünki əziyyətlə görülən iş daha əla olur. Demək artıq danışa da bilmirəm, heç bilmirəm nə danışıram. Uşaqlar, düşün siz də yavaş evinizə, maşınlarınızı kodlayın. Günay, Anar, Sağ ol. Nurlan, gedin evinizə, mən də gedim yatım. Get.